İlham Bey, bax hal-hazırda sudan qaranlıq vaxtı nəqliyyat vasitəsinin idarəçisi olsan, işıq siqnallarından düzgün istifadə qaydasını bilməlisən. Bax dostum, sudan qaranlıq vaxtı yolun var işıqlandırılmış sahələri var. Bir də var yolun işıqlandırılmamış sahələri. Məsələn, bax, yolda görsən işıq dirəkçiləri var. Bax, bunlar yolun işıqlandırılmış sahəsi hesab edilir. Yolun işıqlandırılmış sahələrində biz deməli, yandırmalıyıq yaxın işlarımızı. Bayaqsa izahını verdim ki, yaxın işları necə yandırırıq? Yandır məsəl üçün, bax bir dəfə çevirdin, qaba işlar yanır, düzdürmü? Bir də çevir, artıq sənin yaxın işıqlar yanır, düzdür? Daha sonra uzaq işıq yandır indi. Bax görsən, uzaq işığın işarəsi göyrəkdə oraya işarə gəldi. Fikir versən. Amma yaxın işığın işarəsi qırmızı rəngdədir. Üzü istəyirəm, qırmızı deyirəm, yaşıl rəngdədir. Bax, o göyrəkdə uzaq işıqdır. Bu isə yaxın işığın işarəsidir. İndi işıq söndür. Birinci uzağı söndür. Aha. Bax dostum, sudan qaranlıq vaxtı yolun işıqlandırılmış sahələrində biz ancaq yaxın yandırıb gedə bilərik. Amma yaxın yandırıqsa bir də hansı işıq yanacaqdır avtomatik? Qabarit. Çünki birinci qabarit yandır axı. Deməli, sudan qaranlıq vaxtı yolda işıq dirəkçiləri varsa, yolun işıqlandırılmış sahələrində biz yaxın işıqlar yandıracağıq. Amma uzaq işıq yandıranmayıq. Çünki uzaq işıqlar daha gür işıqlardır. Qarşını daha çox işıqlandırır və qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün gözünü qamaşdırır. Ona görə də biz uzaq işıq yandırıb getmirik. Amma və lakin yolun işıqlandırılmamış sahələrində, yəni yolda işıq dirəkçiləri yoxdur və biz belə deyək də, uzaq işıq yandıra bilərik. O şərtlə ki, qarşıdan maşın gəlmir. Əgər qarşıdan maşın gəlirsə, ən az 150 metr qalmış biz uzaq işıqları yaxın işığa keçirməliyik. Oldu mu? Bir də var duman faraları. Duman faraları hansılarıydı? Bayaq yandığını gördün ha. Deməli, duman faralarını hansı halda yandıra bilərsən? Bax, sudan qaranlıq vaxtı yolun işıqlandırılmış sahəsində yandıra bilməzsən yaxından və ya tək. Amma yolun işıqlandırılmamış sahələrində istəyəsən yaxından yandırarsan, istəyəsən uzaqdan yandırarsan, amma tək yandıra bilməzsən. Tək o zaman yandıra bilərik ki, sudanın qaranlıq vaxtıdır və yaxud da işıqlı vaxtıdır, fərq etməz. Dumanlı hava şəraiti var, məhdudiyyətli görünmə şəraiti var. Məhdudiyyətli görünmə şəraiti nədir? Ən azı qarşıda 300 metr məsafəni görmürsənsə, məhdudiyyətli görünmə şəraiti hesab edilir və bu zaman sən istəyərsən duman farasını tək yandırarsan, istəyərsən duman farasını yaxın işıqla yandıra bilərsən eyni anda və yaxud da uzaqla birlikdə yandıra bilərsən. Bu belə. Duman farasını bir də biz tək halda nə vaxt yandırırıq? Deməli, 6 nəqliyyat vasitəsi var. Seçilməsi üçün onlar sudan işıqlı vaxtı yandırmalılar. Ya yaxını, ya dumanı. Məsəl üçün, biri motosikillərdir. Mopedlər, motosikillər. Bunlar sudan işıqlı vaxtı yaxın işlarını və yaxud duman farasını yandırmalıdır. Məsəl üçün, digəri uşaq daşıyan avtobuslar onlardır. 6 nəqliyyat vasitəsində hamısını sadalamıram buradan. İndi bir dənə təkrarlayaq. Biz sudan qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrini hansı işıq yandıra bilərik? İşıqlandırılmamış sahələr. Bəli, işıqlandırılmamış. Uzaq işıqları yandıra bilər, işıqlandırılmamış. Bəs yaxını yandıra bilmərik? Yaxın da olar, əgər Eyni anda olmaz. Yaxından uzağa eyni anda olmaz. Ya yaxını yandıracaqsan, ya uzağa yandıracaqsan. maşın gəlirsə qarşıdan dəyişməliyik yaxın işıq. Bəli, ən az 150 metr qalmış uzaq işıqları söndürməlisən. Amma qayda bizə başqa bir şey deyir. Məsələn, tutaq ki, biz rayona səfər edirik də, yolda işıq yoxdur, məsəl üçün sağda solda boş sahədir, evlər, binalar yoxdur, qaranlıqdır, sən uzaq işıq yandırıb gedirsən. Təbii ki, qarşıda 150 metr qalmış, sən uzaq işıq söndürməlisən. Amma 150 yox, təxminən baxsan ki, 304 metr məsafə var. Amma uzaqdan gələn nəqliyyat vasitəsinin sürücüsü sənə işıqları yandırıb söndürür. Orada deyilir, miqat edir. O deməkdir ki, qardaş, mənim gözüm qamaşır, o deməkdir. Əgər sənə kimsə o işarəni verirsə, 150 metrdən çox məsafə qalsa belə, yəni ən azı 300 metr qalsa belə, sən yerində uzaq işıqları söndürməlisən. Onda qaqam, bax belə, işıqlarla bağlı qısa məlumat verdim. Hələ genişlə məlumat verə bilərdim. Qısa məlumat verdim. Hər dəstə müəyyən vacib məlumatlar verəcəm inşallah sənə. Allah qoysa. Uğurlar olsun. Çox sağ ol.